ədəbi ədəbsizdən öyrənəndə pozular da intizam. Özündən, heç nəyindən daha minbərdə çox şey demirəm, xəbəri olmayanlar ağsaqqal olanda pozular da intizam. Hətta hicab bağlayan xanımlar belə hicabı Avropadan öyrənir. Halbuki bir hicabın nümunəsi Həzrəti Zəhra idi. Seriallardan öyrənir. Filan serialda filan kəs hicabı bu cür bağlayır. Yadınıza gəldi Hadir serialı. Xanımlar başladılar o cür seriallardan götürüb hicab bağlamağa. Hicablar başladılar rəngarəng olmağa. Hicab sözünün mənası yəni örtük. Bir örtük ki nəzər cəlb eləyəcək hicab deyil ki. Başladılar qaş vurmağa, daş vurmağa, parlaq şeylər yapışdırmağa hicabın üstünə. Hicab olmadı. Həzrəti Zəhra salamullahi aleyha evdən çıxanda 7 dənə çadranı üst-üstə atırdı. Hicablara qaş yapışdırdı.